Salam. Gündəlik həyatda, məsələn, kiməsə gülümsəmək, ya da sadəcə çox sağ ol demək, bunlar adi şeylər kimi görünə bilər. Amma görəsən bunun daha dərin bir mənası varmı? Maraqlı sualdır. Bəli, bax elə bugün bu mövzuya toxunacağıq. Əlimizdə Sur Swop Universitetinin bir tədqiqatı var. Neuroscience News-da dərc olunub. Araşdırmanın əsas məqsədi odur ki, bu kiçik, gündəlik nəzakət jestləri əməkdaşlığa, komanda işinə necə təsir edir? Yəni, gəl birlikdə bu məsələyə biraz dərinləməsinə baxaq. Əla fikirdir. İlk baxışdan bəlkə də təəccüblü gələ bilər, amma deyəsən, səmimi bir səs tonu, ya da kiçik bir təbəssüm, bəzən hətta zəiflik kimi qəbul edilən bu şeylər əslində əməkdaşlığı gücləndirə bilər. Tamamilə doğrudur. Burada əsas məsələ, yəni o mexanizm, odur ki, bu nəzakətli davranışlar insanlarda sosial bağlılıq deyilən bir hissi gücləndirir. Sosial bağlılıq, yəni bir-birinə daha yaxın hiss etmək kimi. Məqalədə deyilir ki, bu əlaqəni iki fərqli yolla araşdırıblar. Birincisi, korrelyasiya tədqiqatıdır. Yəni sadəcə əlaqələrə baxıblar. Düzdür. 463 nəfərdən soruşublar, gündəlik həyatda nə qədər nəzakətli davranırlar, məsələn, mağazada kassira səmimi təşəkkür edirlərmi, belə şeylər. Gündəlik vərdişlər, başa düşdüm. Sonra onların sosial bağlılıq səviyyəsini ölçüblər. Yəni, ətrafımdakılarla nə dərəcədə yaxınlıq hiss edirəm kimi suallarla. Və sonda əməkdaşlığa nə qədər meyilli olduqlarını öyrəniblər. Və nəticə nə olub? Nəticə. Gündəlik nəzakət birbaşa sosial bağlılıqla əlaqəli çıxıb. Sosial bağlılıq da öz növbəsində əməkdaşlığa daha müsbət yanaşmayla. Amma bu, təbii ki, sadəcə bir əlaqədir, səbəb-nəticə demək deyil, eləmi? Bəli, korrelyasiya bunu göstərir. Amma buradakı ən füsunkar məqam məncə o sosial bağlılığın körpü rolunu oynamasıdır. Yəni, nəzakət sanki birbaşa əməkdaşlığa yox, əvvəlcə o bağı yaradır. Əvvəlcə insanlar arasında o bağlılıq hissini yaradır, sonra da həmin bağlılıq əməkdaşlığın, belə deyəm, təməli olur. Üstəlik, başqa araşdırmalar da var. Onlar da göstərir ki, nəzakətli olmaq təkcə qarşı tərəf üçün yox, özümüz üçün də yaxşıdır. Bəli, insanın öz rifahını artırır, tənhalıq, depressiya riskini azalda bilir. Yəni, bu sadəcə yaxşı insan olmaq məsələsi deyil, həm də öz psixoloji sağlamlığımız üçün vacibdir. Deməli, bu gündəlik müşahidənin səbəbini daha dəqiq bilmək üçün ikinci bir addım da atıblar, eksperiment keçiriblər. Aha, bu artıq səbəb-nəticəyə daha yaxındır. Elədir, 164 tələbəni komandalara bölüblər, bəzi komandalara tapşırıblar ki, birgə işləyərkən şuurlu şəkildə nəzakətli olsunlar, bir-birlərinə gülümsəsinlər, səmimi danışsınlar, diqqətlə qulaq assınlar. Aktiv dinləmə yəqin ki. Bəli, digər qrupa isə deyiblər ki, neytral qalsınlar. Daha çox tapşırığa fokuslansınlar, daha az gülümsəsinlər filan. Bax, nəticələr burada əslində daha kəskin ortaya çıxır. Maraqlıdır, nə olub? Nəzakətli davranan qrupdakılar həm komanda işindən daha çox zövq alıblar, həm də ümumiyyətlə əməkdaşlığa daha müsbət baxdıqları ortaya çıxıb. Bəs bu fərq nə qədər əhəmiyyətli olub? Həqiqətən nəzərə çarpacaq dərəcədə idimi? Bəli, tədqiqat göstərir ki, fərq statistik olaraq əhəmiyyətli olub. Bax, bu eksperiment artıq səbəb-nəticə əlaqəsini daha güclü şəkildə təsdiqləyir. Məhz o nəzakətli davranış sosial bağlılığı artırıb. Və o da əməkdaşlığı. Bəli, bu da öz növbəsində əməkdaşlıq üçün daha yaxşı bir mühit yaradıb. İndi gəlin bunu real həyata tətbiq edək. İş yerləri, təhsil ocaqları, hətta yaşadığımız icmalar. Bəzən, xüsusilə rəqabət olan yerlərdə elə bir fikir yaranır ki, nəzakətli olmaq işin effektivliyinə mane olur, sanki zəiflik əlamətidir. Bəzən deyirlər çox nəzakətli olma, başqaları istifadə edər. Düzdür, amma bu araşdırma bunun tam əksini deyir. Nəzakət əslində komandanı ümumi məqsəd ətrafında birləşdirən, motivasiyanı artıran bir qüvvə ola bilər. Bu, həm də o deməkdir ki, o sadəcə işə fokuslanaq yanaşması bəlkə də həmişə ən məhsuldar yol deyil. Deməli, ümumiləşdirsək, belə çıxır ki, gündəlik həyatda bəlkə də heç fikir vermədiyimiz o kiçik jestlər, bir təbəssüm, səmimi bir necəsən, ya da kiminsə fikrinə hörmətlə yanaşmaq, əslində bizim sosial münasibətlərimizi və birgə işləmə bacarığımızı formalaşdıran çox vacib elementlərdir. Bu, sadəcə yaxşı insan olmaq deyil, həm də effektiv olmaqla bağlıdır. Tamamilə. Əsas çıxarış budur. Gündəlik nəzakət, bilirsiniz, boş bir şey deyil. Bu,
Sosial bağları gücləndirən, bununla da əməkdaşlığı və ümumi effektivliyi artıran çox praktik bir alətdir. Və bu təkcə o an üçün xoş bir atmosfer yaratmır, həm də uzunmüddətli perspektivdə daha möhkəm, daha məhsuldar münasibətlərin təməlini qoyur. İstər işdə olsun, istərsə də gündəlik həyatda. Bəli, fərqi yoxdur. Hər yerdə keçərlidir. Onda belə bir sualla yekunlaşdıraq, dinləyicilərimiz üçün də bir düşüncə mövzusu olsun. Bugün öz ünsiyyətinizdə şuurlu şəkildə hansı kiçik nəzakət jestini edə bilərsiniz? Bəlkə növbəti emailinizdə biraz daha səmimi bir ifadə işlətmək, ya da marketdə kassirə gülümsəmək. Kiçik bir addım. Bəli. Görəsən bu kiçik dəyişiklik qarşınızdakı insanın reaksiyasına ya da ümumi atmosferə necə təsir edər? Məncə yoxlamağa dəyər, elə deyilmi?